Həsənovlar ailəsi Bakının Biləcəri qəsəbəsində 24 il qabaq məskunlaşıb. Deyirlər 24 il köçüstə yaşayıblar. Gözləyiblər ki, gec-tez doğma kəndlərinə qayıdacaqlar. Cəbrayılın Cocuq Mərcanlı kəndinə. İndi deyirlər arzularının için olmasına uşaq kimi sevinirlər. Aprel döyüşlərindən sonra gedirdik, gəlirdik vətənimizə. Ondan sonra elə öz yerimizə qayıtmağa yenə də dedik ki, yox, öz yerimizə getmək istəyirik də. 25 ildir bu həsrəti biz gözləyirdik. Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, Cocuq Mərcanlı kəndi ötən ilin aprelində 4 günlük müharibə zamanı işğaldan azad olunub. Amma müstəqil hərbi ekspertlər deyirlər ki, ötən 24 ildə Cocuq Mərcanlı nə Azərbaycanın, nə də Ermənistanın nəzarətində olub. İndi Azərbaycan tərəfi nəzarəti ələ alıb. Bir neçə gün öncə Prezident İlham Əliyev 4 milyon manat pul ayırıb ki, kənddə 50 ev, məktəb, uyğun infrastruktur tikilsin. Hər şəraiti vardı, məktəbi vardı, bağçası vardı, klubu vardı. Hər istəyərik ki, yəni həmən o anlar olsun. Həmən o Şahsənəm xanım uşaq ağlında qalan Cocuq Mərcanlını xatırlamağa çalışır. Meyvə ağaclarını, kənddəki şəraitlərini, məktəbi, bağçanı yada salır. Bəs görəsən indi kəndlərindən gözləntisi nədir? Elə biz o vaxt qaçqın düşəndə, gələndə evlərimiz, hər şəraitimiz vardı. İndi gedirik, baxırıq, istər-istəməz adamın ürəyi ağrıyır, çöküntü, hər yan kos basıb, qalınlaşıb hər yan. Elə bir vəziyyətdə adamın ürəyi ağrıyır, danışa bilmirəm. Şəxsən mən təzə gedib gəlmişəm, baxıram ki, yenə də. Cocuq Mərcanlının indiki görüntüsü ürəklərini sızlatsa da yenə də sevinclidirlər. Deyirlər ki, qayıdandan sonra əkin-biçinlə məşğul olar, toyuq cücə, malqara saxlayıb dolanarlar. Yetər ki, doğma yurt yuvalarına qovuşsunlar.